Naxçıvanda Konstitusiya və Suverenlik iliyinə həsr edilən Kiber Suverenlik konfransı keçirilir. Əməkdaşımız İlham Vəliyev konfransdan bizə son məlumatları çatdıracaq. Salam İlham, buyur, söz səndədir, eşidirik səni. Bəli, sizin də qeyd etdiyiniz kimi Naxçıvanda hazırda Konstitusiya və Suverenlik ilinə həsr edilən Kiber Suverenlik konfransı keçirilir. Biz isə hazırda konfransın keçirildiyi yerdəyik. Operatorum Rəşad Hüseynovdan xahiş edəcəm ətrafı göstərsin. Hazırda konfransın gedişi ilə əlaqəli görüntüləri sizə təqdim edirik. Məlumat vermək istəyirəm ki, bu konfrans Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Konfransın əsas media tərəfdaşları Naxçıvan televiziyası və Şərq Qapısı qəzeti, əsas tərəfdaşlar isə Milli Kiber Təhlükəsizlik Mərkəzi və Kaspel Məhdud Məsuliyyətli Cəmiyyətidir. 100-dən çox iştirakçının qatıldığı konfrans çərçivəsində kiber təhlükəsizlik sahəsində dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış yerli ekspertlərin və aparıcı IT şirkətlərinin rəhbər vəzifəli şəxslərinin çıxışları dinləniləcək, həmçinin kiber suverenlik və dövlət təhlükəsizliyi, kiber suverenlik sahəsində kadr potensialı, kritik informasiya, infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu adlı panel müzakirələri həyata keçiriləcək və qeyd etmək istəyirəm ki, konferansın təşkil edilməsindən məqsəd ölkənin kiber təhlükəsizlik ekosisteminin inkişafına töhfə verən müvafiq qurum, təşkilat və şirkətlərin nümayəndələri ilə birgə müzakirələrin həyata keçirilməsidir. Bəli, hazırda konferans öz işini davam etdirir. Bizdən isə bu qədər. Buyurun, söz sizdədir. Ətraflı məlumata görə əməkdaşımız İlham Vəliyevə təşəkkür edirik. Onda qeyd edək ki, hazırda konferans davam edir. Növbəti buraxılışlarımızda da ətraflı məlumatlara diqqətinizə çatdırırıq.